Doktor, mənim uşağım tez-tez xəstələnir, immuniteti zəifdir. Yəqin mən nəsə səhv edirəm. Bu sualı biz tez-tez eşidirik. Əslində bu səhvləri biz də eləyirik, böyüklər də eləyirik. Gəlin bir əsas 5 səhvimizi bərabər müzakirə edək. Birinci, yuxu. Kifayət qədər yuxu bizim immunitetimizi yüksək saxlayır. Amma az yuxu immuniteti zəiflədir və biz bilməliyik ki, gecə saat 10-dan sonra artıq orqanizm stresə girir. İkincisi, şirniyyat və hazır yeməklər. Hər dəfə şirniyyat yeyəndə biz öz immun sistemimizin müdafiəsini azaldırıq. Üçüncüsü, hərəkətsizlik. Biz bilməliyik ki, gündə ən azı yarım saat təmiz havada hərəkət etməliyik, yürüyüşə çıxmalıyıq. Çünki hərəkətsizlik bizim immun sistemimizi mübarizə rejiminə keçirdə bilmir. Dördüncüsü, qidalanma. Biz bilməliyik ki, yağ, tərəvəz, meyvə mütləq bizim rasionumuzda olmalıdır. Əgər biz bunları az yeyiriksə, belə deyək, immun sistemimiz çox zəngin yanacaq almayacaq. Və beşinci, biz uşaqlarımızı çox qoruyuruq. Və bu çox qorumalar neyinir? Uşaq təcrübə almır hər hansı bir mikrobla tanış olsun. Bu da immun sistemini azaldır. Əziz valideynlər, əziz analar, atalar, möcüzə bir dərman yoxdur ki, immuniteti qaldıraq. Möcüzə yuxu, qidalanma, hərəkət və sizin sevginiz.